Lənkəranda müayinələrimiz davam edir və artıq bugünkü ikinci qardaşlıq peyvəndimizi istifadə edirik. Nə üçündür? Bir daha səslənək. Bilirik ki, uşaqlı boynu xərçəngini və xərçəng patologiyasının yaranmasında əsas etioloji faktor HPV virusu, insan papilloma virusu, human papilloma virus və ona qarşı ən gözəl profilaktika və müalicə üsulu peyvənddir. Qardaşlıq 9 istifadə edirik, 9 tipinə qarşı qoruyur. Amma bu demək deyil ki, yalnız bu 9 tipi digər tiplərinə qarşı da qoruyuculuğu az olsa var. Əsas profilaktik məqsədi olunmalıdır, cinsi əlaqədən öncə olunmalıdır. Amma son zamanlar biz onun terapevtik məqsədlərdən, yəni müalicə məqsədlərində istifadə edirik. Hətta son yaş həddi 46 olmasına baxmayaraq ondan yuxarıda istifadə edirik. İlk dozamızda xeyirli olsun inşallah, hər bir səbəbli olar. Lipdən sonra təmizdir uşaqlıq boynu, onu da qeyd edin.